Belə bir dezinformasiya buraxır ki, Azərbaycan öz ərazisindən İrana hava zərbələri endirmək üçün İsrail qırıcılarına şərait yaradır. Əvvəla, Azərbaycan nəinki bugün, tarixin heç bir dönəmində və nəinki İsrailə, bir zamanlar hətta Amerika Birləşmiş Ştatlarına belə ərazisindən istifadə etməklə İrana hücum etməyə imkan verməmişdi. Və Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi var. Azərbaycan dövlətindən üçüncü ölkəyə hücum etmə imkanı heç zaman heç kimə verilməyəcək. Niyə? Çünki bir, qonşuluq prinsipi var. Və Azərbaycan bu prinsipi heç zaman pozmayıb. Bu prinsipə heç zaman xəyanət etməyib. Nə tarixən, nə də bugün. İkincisi, bu addım müharibəni regiona daşımaq olardı. Azərbaycan üçünsə regional təhlükəsizlik əsas şərtdir. Üçüncüsü, İranda bizim 40 milyondan çox soydaşımız yaşayır. Onların təhlükəsizliyi bizim üçün nəinki vacibdir, həyati əhəmiyyət kəsb edir. Və heç də təsadüfi deyil ki, Azərbaycan tərəfi bu günlər ərzində bir neçə dəfə müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdi. Həmin mesajda İsrail tərəfi İranda məhz Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəfə almamağa, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməyə çağırılır. Yəni, bütün bunlardan sonra kiminsə Azərbaycanı öz ərazisini İsrailə açmaqda ittiham etməsi gülüncdür və ucuz dezinformasiyadan başqa bir şey deyil.